Hər vaxt xeyir olsun dəyərli qrup üzvləri. Bu siqnal kanalı üçün, ödənişli siqnal kanalı üçün proqnozlardır. Nəzərə çatdırım ki, dünən verdiyimiz əməliyyatlar siqnal kanalında çox mükəmməl nəticə verdi. Bildiyiniz kimi bay əməliyyatlarımız, yəni sizə göstərək bay əməliyyatlarımız hardaydı. Telegram siqnal kanalında biz bay əməliyyatları verdik 4877-dən və 4967-lərə qədər təbii ki gözlədik ki, amma nəzərə çatdırım ki, biz yəni 70 dollarlıq gəlirlə bazardan çıxdıq. Yəni korreksiyalara görə oranı gözləmədik. İkinci siqnalımız isə 4950-lərdən, 51-lərdən, indi 51-lərdən, indi o da 40 dolları bir gəlir verdi. Və axşam saatlarında biz yenidən siqnalları paylaşdıq. Gəlin belə eləyək. Biz dünənki əməliyyatlara baxaq. 35 siqnal paylaşdıq Telegram siqnal kanalında. Təbii ki, bundan digər siqnal kanalında da olanlar, yəni bu siqnal kanalında olanlar da deməli bu 209 nəfərdə olan siqnal kanalında bunlar da yararlandılar həmin siqnallardan. Biz bu siqnalları diqqətlə baxın, incələyə bilərsiniz. Yəni bir çox cütlüklərdə satış əməliyyatları, alış əməliyyatlarını icra etdik. Neftdə də bir çoxları alış da, satış da mükəmməl oldu. Neftdə də satışlar ilk öncə, sonra alışlar mükəmməl gəldi. Və günün sonunda biz demək gümüş və qızıl haqqında danışdıq və deməli qızılda deməli 51-lərdən, 50-lərdən, yəni gələn baylar da mükəmməl gəlir verdi. Diqqətlə baxın, gümüşdə yuxarı hədəflər 90-dır. Demək qızılda qısa müddətli əməliyyatlar 50-dən, sonra da 51-dən, bir dənə də 51-dən yazmışıq. 51-dən bay edənlər 100 dollarlıq qalxış. Deməli hədəf 5006 və 5141-lər 200 dollarlıq bir qalxış üçün proqnoz verdi. Yəni qiymət demək olar ki 51-lərdən baxaq. 51-lərdən, yəni uzun müddətli 51-lərdən demək 120 dollarlıq bir qalxış olub hər iki. Və bugün nələr olacaq? Bugün proqnozları bir də siqnal kanalında paylaşaraq sizin üçün qısa müddətli bir analizlər verək. Satış əməliyyatları demək 50.035-lərdən yəni satış əməliyyatları 33-lərdən deyək. 50 deməli 5033-lərdən satış əməliyyatlarına girə bilərsiniz. Alışlar təbii ki, yenidən yuxarı doğru istiqamətində kifayət qədər, səhər saatlarında kifayət qədər qalxıb, 160 dollarlıq qalxıb və alışlar yenidən 5077-lərdən, 50-77-lərdən belə deyək ki, gələcək. Amma 50-33-lərdən, 32-lərdən satış əməliyyatları gələcək. Keçək biz digər cütlüklərə, biz gümüşdə də alqı-satqı əməliyyatları həyata keçirdik və alış əməliyyatlarında da mükəmməl gəlirlər oldu. Biz bu haqda Telegram siqnal kanalında dərc etdik. Telegram siqnal kanalında baxaq, deməli gümüş haqqında da məlumat vermişdik. Gümüş burada bay 79-800-lərdən. 79-800-lərdən alış əməliyyatlarını icra etdi və mükəmməl gəlirlər də verdi. Deməli qiymət 88-900-lərə qədər qalxdı. Demək olar ki, 90-lara qədər, hətta 89-lara qədər, 89-100, demək olar ki, 90-lara qədər qalxdı. Bugün nələr olacaq? Yəni, gümüşdə yenidən alışlar 90-larda, sat biz harda verə bilərik? Yəni, bu ümumi olaraq trend və digər trend xəttinə üstünlük versək, bizim satış əməliyyatlarımız qısa müddətli üçün 85-90-lardan az bir gəlirlə gəlir. Amma əsas satışlar isə biz gözləməliyik 82-900-lər gözləməliyik. Keçək Bitcoin-ə. Bitcoin-ə nələr baş verdi? Satış əməliyyatları ilə biz yaddaşlarda qaldı və biz 70-ləri proqnozlaşdırmışdıq. 72-lərə qədər deməli endi. Bugün yenidən alış olacaqmı, yoxsa olmayacaqmı sualına gəldi isə alışlarımız bizdə 70 deməli 77 78-lərdən gələcək alışlar. Satışlar isə satışları da müəyyən edək. Satışlarımız demək siz 75-200-lərdən satışlar verə bilərsiniz. Ethereum-da da satış əməliyyatlarımız icra olundu və bugün yenidən satış əməliyyatları hardan gələr? Alış əməliyyatları demək 2440-lardan alışlardır, 2150-lərdən isə satışlardır.
Deməli, burada dollar Yaponiya qalxıb günün ikinci yarısından korreksiya verəcək. USD frank da hələ ki stabil oynayır. Biz bunu Telegram siqnal kanalında paylaşarıq. Bütün siqnalları dünənki kimi siqnal kanalında 35 siqnal verdi və bu gün də bunları dərc eləyir. Bugünkü gündə də dərc eləyir bunları. Belə əzizlərim, demək, sonra başqa cütlüklər hansı qaldı? Euro dollar, funt dollar da hələ çökəklikdədir. Alışlarımız 1.18-400-lərdən gələcək. Əgər alışları fikirləşirsinizsə, deməli, funtda da alışlarımız gələcək 1.37-200-lərdən. Nasdaq, S&P, Dow Jones, yəni bunlar dünən satış əməliyyatları ilə mükəmməl bir nəticə verdilər. Yəni satış əməliyyatlarımız super. Qeydə isə Dow Jones-da alışlar da gəldi, satışlar da gəldi. Amma digərlərində isə yalnız satışlar gəldi. Belə əzizlərim, biz Telegram siqnal kanalını izləyin, orada biz proqnozları paylaşarıq.